Şıxbala Əliyev kimya sahəsində professor adını qazanmış ilk Azərbaycanlıdır. Şıxbala Əliyev Azərbaycan Dövlət Pedaqoji Universitetinin Kimya fakültəsində təhsil alıb. Sözü gedən təhsil ocağından məzun olduqdan sonra o kimyanın incəliklərini daha dərindən öyrənmək üçün Leningrad Dövlət Universitetinə yollanıb. Burada məşhur alimlərdən dərs alan Şıxbala Əliyevin əsas ixtisası neft kimya idi. Bu sahə neftdən, yəni yerin altından çıxarılan mayədən müxtəlif faydalı maddələr hazırlamaqla məşğuldur. Məsələn, benzin, plastik və ya boya hazırlamaq barədə də burada öyrənmək mümkündür. Müharibə vaxtı Şıxbala Əliyev toluol adlı maddənin sintezi ilə məşğul olub. Toluol partlayıcıların hazırlanmasında istifadə edilirdi. Buna görə də o dövrdə çox vacib idi. Haqqında danışdığımız faktın da təsiri ilə Şıxbala müəllimin elmi işləri yüksək qiymətləndirilmişdi. Beləliklə ona professor adı verilmişdi. Bununla da Şıxbala Əliyev Azərbaycanda kimya sahəsində professor adını alan ilk alim olub. Professor həmçinin neftdən faydalı maddələr əldə etmək üçün yeni üsullar icad edib. O neft quyularının təmizlənməsində istifadə edilən vasitələr yaradıb. Şıxbala Əliyevin bu sahədə 13 elmi kəşfi rəsmi olaraq qeydiyyatdan keçib və sertifikat alıb.